Əz-Zariyat, Sovrub dağıdan küləklər surəsi Məkkədə nazil olmuşdur. 60 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Vəz-Zāriyāti zarwa. And olsun buludları dağıdan, toz torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə. And olsun insan nəslini yer üzündə yayan, əməli salih qadınlara. Necə də maraqlı və bərəkətli bir yayım. Fəl-Hāmilāti viqrā. And olsun buludlarla yüklənmiş küləklərə, yağışla yüklənmiş buludlara və iki canlı dişilərə. Fəl-Cāriyāti yusrā. And olsun asanlıqla üzən gəmilərə, yüngüləsən yellərə və sakit hərəkətdə olan ulduzlara. Fəl-Muqassimāti əmrā. And olsun bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yiyənlərə, ruzi paylayan mələklərə. İnnəmə tu'adunə ləsadiq. Həqiqətən, sizə ölümdən sonraki vəziyyət barəsində vəd edilən şey doğrudur. Və innəd-dīnə ləvāqi'. Şübhəsiz, cəza günü olacaq və gerçəkləşəcəkdir. Vəs-səmā'i zātil hubuk. And olsun zinətli və gözəl görünüşlü göyə, mütənasib yaradılışa və mələklərin müxtəlif qalxma və enmə yollarına ki, İnnəkum ləfī qavlin muxtəlif. Həqiqətən siz Məkkə əhlinin Peyğəmbər və onun Qur'anı barəsində sözləriniz müxtəlif və fərqlidir. Peyğəmbər və Qur'an barəsində o sehirbaz və bu sehirdir. O kahin, bu isə cin və şeytanın sözləridir. O şair, bu isə şeirdir. O öyrədilmiş, bu isə keçmişlərin əfsanələridir deyirsiniz. Yu'fəku anhu mən ufik. Ondan, Peyğəmbərdən və onun Qur'anından, bütün xeyir və saadətlərdən dönən kimsə dönər. Yaxud, bu Peyğəmbərdən və Qur'andan Allahın əzəli elmində səadətdən məhrum olan şəxs döndərilər. Qutiləl-xarrasun. Ölüm olsun Peyğəmbər, Qur'an və məad barəsində iftira söyləyən yalançılara. Əl-ləzīnə hum fīğamratin səhun. Nadanlıq burulğanında dinin həqiqətlərindən qafil olanlara. Yəsəlunə əyyənə yevmuddin. Onlar cəza günü nə vaxtdır deyə soruşurlar. Yevməhum alən-nəri yuftənun. Onların odun içində əzab verilib yanacaqları gün. Zuqu fitnətəkum həzəl-ləzî kuntum bihi təstəcilun. Onlara belə deyiləcək. Günahlarınızın müqabilində verilən və ya elə günahın təzahürü olan əzabınızı dadın. Bu sizin gəlişi üçün tələsdiyiniz şeydir. İnnəl muttəqinə fī cənnətin və uyun. Şübhəsiz təqvalılar bağlarda və bulaqların başındadılar. Əxizinə mə ətəhum rabbuhum.
إنهم كانوا قبل ذلك محسنين. Rəblərinin onlara əta etdiyi axirət nemətlərini alarlar. Çünki onlar bundan öncə dünyada yaxşı idilər və yaxşı işlər görürdülər. كانوا قليلا من الليل ما يهجعون. Onlar gecənin az bir hissəsini yatırdılar. وبالأسحار هم يستغفرون. Və səhərlər Allahdan bağışlanma diləyirdilər. وفي أموالهم حق للسائل والمحروم. Və onların mallarında əl açanlar və məhrumlar üçün Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş bir haqq var idi. وفي الأرض آيات للموقنين. Yer üzündə onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında yəqini olanlar üçün Allahın tövhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən nişanələr vardır. وفي أنفسكم أفلا تبصرون. Həmçinin sizin öz vücudunuzda, cisminizin kəmiyyət və keyfiyyət baxımından hərəkətində, bədən üzvlərinizin quruluşunda, ruhun bədənlə əlaqəsinin necəliyində, onun bədən üzvlərinə hakim olmasında, ağılda və ruhun bir-birinə zidd sifətlərində, nəsil artımında və ictimai əlaqələrinizdə də nişanələr vardır. Belə isə, məyər həm gözünüz, həm də ürəyinizin gözü ilə görmürsünüz? وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ. Sizin ruzunuz, yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzunuzun təmin olunma vasitələri və sizə vəd edilən şey, axirət cənnəti göydədir. فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِثْلَ مَا أَنَّكُمْ تَنْطِقُونَ. Beləliklə, and olsun göyün və yerin Rəbbinə ki, bu, sizin ruzunuzun göydə olması, sizin danışdığınız zaman danışmağınızı bildiyiniz kimi bir həqiqətdir. Allahın əzəli elmindən keçərək lövh-ü məhfuzda yazılıb və icra mərhələsinə yetişib. هَلْ أَتَاكَ حَدِيثُ ضَيْفِ إِبْرَاهِيمَ الْمُكْرَمِينَ. İbrahimin mələklərdən ibarət əziz qonaqlarının xəbəri sənə gəlib çatıbmı? إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا قَالَ سَلَامٌ قَوْمٌ مُنْكَرُونَ. Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi, salam olsun sizə. Lakin öz-özlüyündə, bunlar yad bir dəstədilər, dedi. فَرَاغَ إِلَى أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ. Gizlincə ailəsinin yanına getdi və kabab edilmiş kök bir buzov gətirdi. فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ. Onu onların qabağına qoydu və yemədiklərini görüb dedi, yemirsiniz? فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً قَالُوا لَا تَخَفْ وَبَشَّرُوهُ بِغُلَامٍ عَلِيمٍ. Beləliklə onlardan, qonaqlardan qorxuya düşdü. Onlar dedilər, qorxma və ona
çox bilikli bir oğlan uşağı ilə müjdə verdilər. فأقبلت امرأته في صرة فصكت وجهها وقالت عجوز عقيم. Həmin vaxt onun zövcəsi fəryad qopara-qopara onlara üz tutdu və təəccüb və sevincdən üzünə vuraraq dedi: qısır bir qarı doğa bilər? قالوا كذلك قال ربك إنه هو الحكيم العليم. Dedilər, Rəbbim belə buyurub, şübhəsiz o hikmət sahibi və hər şeyi biləndir. قال فما خطبكم أيها المرسلون. İbrahim dedi: ey ilahi elçilər, vəzifə və işiniz nədir? قالوا إنا أرسلنا إلى قوم مجرمين. Dedilər, biz günahkar bir dəstəyə, Lutun qövmünə göndərilmişik ki, لنرسل عليهم حجارة من طين. onların başına yağış kimi gildən hazırlanmış daşlar yağdıraq. مسومة عند ربك للمسرفين. Rəbbinin yanında israf edənlər, həddini aşan zalimlar üçün nişanlanmış daşları. فأخرجنا من كان فيها من المؤمنين. Beləliklə oradakı və İbrahim və Luta iman gətirmiş möminlərin hamısını çıxartdıq. فما وجدنا فيها غير بيت من المسلمين. Həmin diyarda yalnız bir müsəlman evi, Lutun evini tapdıq. وتركنا فيها آية للذين يخافون العذاب الأليم. İnsanları həlak etdikdən sonra orada ağrılı əzabdan qorxanlar üçün öz tövhid və qəzəbimizə dəlalət edən bir nişanə, qorxulu səhra, devrilmiş diyar, yağdırılmış daşlar və çirkli sular qoyduq. وفي موسى إذ أرسلناه إلى فرعون بسلطان مبين. Musanın barəsində də onu aydın dəlil sübutla, əsa və nur saçan əl ilə Fironun yanına göndərdiyimiz zaman bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanə vardır. فتولى بركنه وقال ساحر أو مجنون. Beləliklə o, Firon, bütün vücudu ilə, yaxud var gücü və qoşunu ilə ondan, Musadan üz döndərdi və dedi: bu kişi cadugar, yaxud da dəlidir. فأخذناه وجنوده فنبذناهم في اليم وهو مليم. Buna görə də məzəmmətə layiq işlər gördüyü və son anda özünü məzəmmət etdiyi bir halda onu və ordusunu tutub dənizə atdıq. وفي عاد إذ أرسلنا عليهم الريح العقيم. Həmçinin Hud Peyğəmbərin qövmü adda onlara qısır, heç bir xeyri olmayan və yalnız şər doğan külək göndərdiyimiz zaman onların başlarına gələnlərdə bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanələr vardır. ما تذر من شيء أتت عليه إلا جعلته كالرميم. O külək nəyin üstündə əsirdisə, onu çürümüş sümüyə döndərməyincə buraxmırdı. وفي ثمود إذ قيل لهم تمتعوا حتى حين. Həmçinin
Salih Peyğəmbərin qövmü Səmudda möcüzə olaraq göndərilmiş dəvəni öldürdükdən sonra onlara Peyğəmbərləri Salih tərəfindən bir müddət 3 gün bəhrələnin, əzabınız yetişəcək deyilən zaman bu tayfanın başına gələnlərdə də bizim qəzəb və qüdrətimizin nişanəsi vardır. فَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ وَهُمْ يَنْظُرُونَ Onlar həmin möhlət verilən günlərdə də Rəblərinin əmrinə itaətsizlik etdilər. Belə olan halda onları gözləri baxa-baxa ildırım yaxaladı. فَمَا اسْتَطَاعُوا مِنْ قِيَامٍ وَمَا كَانُوا مُنْتَصِرِينَ Beləliklə, nə yerdən qalxıb qaçmağa güc və imkan tapdılar, nə də özlərinə və bir-birlərinə kömək edə bildilər. وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ Və Nuhun qövmünü bundan əvvəl həlak etdik. Şübhəsiz ki, onlar fasik və itaətsiz bir dəstə idilər. وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ Və göyü öz qüdrət əlimizlə ucaltdıq. Şübhəsiz biz onu və onun sakinlərinin ruzisini genişləndirənik. وَالْأَرْضَ فَرَشْنَاهَا فَنِعْمَ الْمَاهِدُونَ Və yeri sərdik, biz gözəl sərənik. وَمِنْ كُلِّ شَيْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ Bəlkə cütlüyün və şərikliyin vacib varlığın deyil, mümkün varlığın sifəti olmasını anlayıb, ibrət götürəsiniz deyə hər bir şeyi, heyvan və bitkiləri, erkək və dişi olaraq cüt yaratdıq. فَفِرُّوا إِلَى اللَّهِ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ Ya Peyğəmbər, onlara de, tövhid və İslam vasitəsilə Allahın əzabından Allaha tərəf qaçsınlar. Həqiqətən mən sizin üçün onun tərəfindən aşkar və aydınlıq gətirən bir qorxudanam. وَلَا تَجْعَلُوا مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ Allahla yanaşı başqa bir məbud götürməyin. Həqiqətən mən onun tərəfindən sizin üçün aşkar və aydınlıq gətirən bir qorxudanam. كَذَلِكَ مَا أَتَى الَّذِينَ مِنْ قَبْلِهِمْ مِنْ رَسُولٍ إِلَّا قَالُوا سَاحِرٌ أَوْ مَجْنُونَ Beləcə onlardan, Məkkə əhalisindən qabaqçılara elə bir peyğəmbər gəlmədi ki, onlar ona cadugar ya da dəlidir deməsinlər. أَتَوَاصَوْا بِهِ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ Keçmişdəkilər və gələcəkdəkilər bu işi bir-birlərinə tövsiyə ediblər? Xeyr, onlar zatən itaətsiz və həddi aşan bir dəstədilər. فَتَوَلَّ عَنْهُمْ فَمَا أَنْتَ بِمَلُومٍ Buna görə də onlardan üz döndər ki, sən onlardan üz döndərdiyinə görə məzəmmətə layiq deyilsən. وَذَكِّرْ فَإِنَّ الذِّكْرَى تَنْفَعُ الْمُؤْمِنِينَ Və möminlərə öyüd nəsihət ver. Çünki öyüd nəsihət möminlərə fayda verir.
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونَ Cin və insanları yalnız mənə ibadət etmələri üçün yaratmışam. مَا أُرِيدُ مِنْهُمْ مِنْ رِزْقٍ وَمَا أُرِيدُ أَنْ يُطْعِمُونَ Mən onlardan nə mənim üçün ruzi qazanmalarını istəyirəm, nə də mənə yemək vermələrini istəyirəm. İnnallaha huvar-razzaqu zul-quvvetil metin. Şübhəsiz, Allah özü bütün ruzi yiyənlərə ruzi verən, güc sahibi və qüvvətlidir. فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا ذَنُوبًا مِثْلَ ذَنُوبِ أَصْحَابِهِمْ فَلَا يَسْتَعْجِلُونَ Odur ki, həqiqətən sənin qövmündən zülm edənlər üçün keçmiş ümmətlərdən olan yoldaşlarının payı kimi böyük bir əzab payı vardır. Buna görə də onu məndən tələsi istəməsinlər. فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنْ يَوْمِهِمُ الَّذِي يُوعَدُونَ Odur ki, vəd olunduqları günə görə vay olsun kafirlərin halına.